Və hamınız xoş gəldiniz dostlar. Mən Ramil Aslan. Hocam bugün sizlərlə eləyirik, giririk. Uzun videolar vaxtı artıq. Girik. 5000 abunəmiz var. Biz də elə giririk. 5000 abunəmiz var. Artıq biraz uzun videolar çəkək, görək maraq nədir, hardayıq, nəyi, nə edirik. Ona görə girirəm TikToka. Allah rəhmət eləsin bizə kəşf etdi. Oradan izləyək, görək qarşımıza nə cür videolar gələcək. Belə videoların davamını gəlmək üçün kanala abunə olub videoları bəyənməyi unutmayın. Əgər öz video fikirləriniz varsa, onları da yorumlara yaza bilərsiniz. Biz sizə başlayaq. Mənə Roblox qoşa bilərsiniz? Gəl Counter Strike oynayaq da, Roblox nədir? Mama doymur belə oyunlar oynamağa. Mama nereden biləcək? Mən anamı heç vaxt tanımam. Aya. Yəni sinifdə də, məktəbdə də, hazırlıqlarda, oyun mərkəzində, hər yerdə belə uşaqlar görmüsünüz yəni. Var. Valideynlərlə bağlı olan insanlar çoxdur. Yəni eynisi. Normalda kəşf etdiyim öz səhifəmin çəkdi. Qarşıdan ancaq futbol falan filandır. Başqa bir dənə səhifə açdıq bundan ötürü. Niyə edək? Əziz dostlar, hər birinizi salamlayırıq və bugün studiyamızın qonağı Hilal Əlizadədir. Salamlar, salamlar. Çox sağ olun dəvətiniz üçün. Yəni, bu arada hər ikisini çox sevirəm. İlişimiz Xiaomi 17T modeli sponsorluğuyla davam edir və siz Leica 5X zoom ilə bax belə şəkillər əldə edə bilərsiniz. Çox bizdə düşüb. İndi isə qaydaq qonağımıza. Hilal bəy multimilyarder, Forbes jurnalının 5-ci pilləsində qərarlaşan, Dubayda bir neçə otelin sahibi. Yəni nə etdisə hər dəfə tərifləyəndə yanındakıların sayı bir-bir artır. Lakin indi müflis olmuş bir biznesmendir. Bəli, bəli. Müflis oldu, yanında heç kim yoxdur. Lakin bunu da qeyd edim ki, Hilal bəy bu yaxınlarda 100 milyon dollar investisiya almış və Qayıtdılar geri. onu da müvəffəqiyyətlə batırmış bir insandır. Yenə də təəssüflər Və batırdıqdan sonra yenə də tənhadır. olsun ki, alındıra bilmədim. Mən bu yaxınlarda Hilal bəyin şəxsi həyatı ilə maraqlanıb çox şey istəyirəm və öyrəndim ki, Hilal bəyin hobbisi aşpazlıqdır və o çox dadlı xaş bişirir. Yəni xaçda yanına gələn dayı əla. O sigaret içsən? Yəni bunu deyim ki, mən belə videolar çəkməyi fərzən hamlamışam. O da Azərbaycanda ilk bunu eləyən. Biz də çox da kiçik deyil kanalımız, amma biz də davam eləyək, inşallah canlara bilərik. Yerə nə atmısan hə? Yox, bu da sigaret yerdəydi, onu söndürürdüm. Yəni ətrafımda dostlarımdan, sinifdaşlarımdan bu yaşamayan yoxdur da. Öpür. Ala prima çəkmisən? Yox, uşaqlar çəkmişdim, mən yanında durmuşdum. Bu ən möhtəşəm bəhanədir. Düzdür, mən də sigaret çəkmirəm, amma həmişə üstümdən sigaret çəkib bir nəfər var ona görə həmişə üstümdən sigaret yeyəcəm. Nəsə uşaq görmürəm burada, nə pülürsən hə mənə? Onlar gediblər, söz verirəm bir də çəkməyəcəm ata. İndi sən bu sigaret başqasını yedizdirəcəm, bir də sigaret çəkməyəsən, oldu? Sigaret çəksən? Hə, sən də birini verim. Hə, olar. Mükəmməl təklif, yəni. Heç bir ehtiyac yoxdur. Xanım, üzr sayın. Köhnə sevgilimi oxşatdım. Deməli darıxmısınız onun üçün. Mən o deyiləm. Sevgisi olmayanlar bu videomu bəyəndi. Ana dedi. Hər gün hazırlanan bütün pulu xərcləyib evə gələndə mənim vəziyyətim. Get səhəri günə pul ala bilim. Səni maman axtarırdı. Yaşamayan var. Gəlirsən, şöyle sən maman axtardı. Bitdi olan həyat sənin üçün. Ölüm gəldi. Все, домой пошли. Səni şap qalsan, yıxıldın eləmi? Mən sana bunu almışam ki, qırasan, yavaş. Yəni yıxılıb, əzilib, üstə də döyülməyən yoxdur da. Hem bizi öldürebilmek. bilmək. You have one shot on stage, what you got to play, generic drop. Şükür 11-ci sinifə bitirdim, artıq valideyn iclası falan məsələsi yoxdur. Amma yaşanmamış da deyil, hamısını yaşamışıq bir gün. İndi istəyirəm ki, gəlin aramızda nidar-züməni olmasın da. Söhbətlə həll edəyin də bunu da. Burası mən bilmirəm, çıxart məni, pulumu ver. Qardaşım, biz çıxartmırıq, biz çıxırıq. Ay, bu nə Yəni yanınızda belə insanlar söhbət aparmaq heç tövsiyə eləmirəm. danışıyorlar? Yox. Ay Məhəmməd, Nədir günah? Favori ikilimdə yəni çox qəşəng videolar təşkillər. ayaq olsaydım mən bütün ayaqlarımı ayaqqabılardım. 40 tane ayağın olsa 40 tane ayakkabı neçə nasıl giyinirsən? 42. 42 ayaq olar. Bir
Bir də gözlə 40 dənə ayaqqabı Sədrəydən Avtovoydan vursam gətirmək üçün qazel lazım. Ne sərf eləmir. Ayakkabı kıymırsan. Sərf eləmir. Bir dəqiqə mən bunu niyə hesab edirəm? Günə başım xarab. Sən niyə 40 dənə ayağın olsun? Nasıl ne? Olur da bazen. Tarakan zal olsaydı bir şey fikirləşmək olardı. Bakın müğenni değil. Ay Müğənni. o Tarakan bu Tarakan əşiklər düş qabağıma görə bütün beynim yandı. Ay Günay. Nedir Mehmet? Mən sənin ən bahalı pudran olsaydım, yerə düşüb dağılsaydım, mən tozlarımı yığardım. Sen niye yere düşürsen ne kadar ben pul vermişim pudrama. Ay, yox, mən məsəl üçün deyirəm, sən mənə sual versən axı həmişə ona görə. Yenisini almalı. Gideyim ben. Yəni buradan nəyi çıxardırıq? Qızdan elədikləri şeyləri onlara qarşı istifadə etmək olmaz. Oturan biz oturacaq. Lan hamısı yiyeceksin amma. Oha da dayda, yəni belə də döyüşməzsən də. O qədər anlamış deyiləm yəni. Şeydir. Mən çəkmirdim. O tüslü şeydir. Qonşu kabab yandır, ron tüslü. Qonşu çağırının tüstüsüdür. Dostlar daha çox uzatmayaq. Bir videonun daha sonuna gəldik. Daha doğrusu ilk videomuzun, uzun videomuzun. Kanalda əvvəllər uzun videolar oldu. Nəysə də hamısı mutasiyaya uğrayıb halk kimi. Bir videonun davamı gəlməsini istəyirsə, yeni dediyim kimi kanalımda o videoları bəyənməyi unutmayın. Video fikirlərinizi aşağı yazmaq. Aşağı yazmağı unutmayın. Məndən bu qədər. Sağ olun, hoşça kalın.